hissəyə. Yox, analarla oxşamır. Buna əsas nitq hissəsi daha yaxşı bilər. Gəlin onu çağıraq. Mən çağırırız. Fil kimdir? Mən oğlumu bilir. Bəs fil uşaqlar kimi oxşayır? Mən oğlumu oxşu göstərim. Fil, fil. Fil, fil, fil. Fil. Həyatım, uşaqlar kimi oxşayır. Əlbəttə mənə. Amma axır vaxtlar uşaqlarım deyir ki, onlar artıq mənə başqalarına oxşayır. Cavab olar çağırır. Mən məsələn, mən feildən yaranmışam. Sonunda maq olur. Məsələn, oxumaq gözəldir. Bu cümlədə sən nə yazdın? Mübtəda. Mübtədə kim olur? Mən deməli sən mən kimsən? Mən feili sifətəm. Mən feildən yaranmışam. Oxuyan şagird deyil. Sən şagird sözünü təyin edirsən, mən ismi sözünü təyin edirəm. Deməli mən sənə oxşuyuram. Mən feil bağlamayam, mən də feildən yaranmışam. Gülərək dedi. Necə danışdın? Gülərək. Necə nə vaxt bunları mən bildirirəm. Siz mənim uşaqlarımsınız, amma cümlələrdən onları